Hə uşaqlar, baxaq görək Binance sumkamızda nələr var. Köynək öz yerində var. Sonra burada nəsə belə bir böyük bir şey var. Dəsmaldır, Binance dəsmalı. Belə bir korobka var. İçində görək nə var, baxaq. Nəsə belə bir şeydir korobkada. Yəqin ki, hədsə əl dəsmal kimi bir şeydir, təxmin elədim. Sonra növbəti nə var? Görək. Nəsə qurutmuş şey gəlir. Belə bir maraqlı papaq var. Hansını ki, özümüzlə götürəcəyik. Götürək. Hə, belə bir maraqlı dal-dal uşol panorama papaq. Panoramadır, panamadır, nədir? Burada yerində. Gedirik davamını çəkməyə. Belə bir korobka var. Hansının ki, içində telefon üçün telefon suda istifadə etmək üçün belə bir qoruyucu bir mexanizm. Tez bazar çəkək, çünki gözlüklər. Belə bir dəftər var, maraqlı dəftərdir. Mənə bu kakaz lazım idi. Və burada da var geyim keçimdir. Sonra nəsə sumkadır belə. Nəsə sumkadır, ya nəsə zamoksadır var üstündə. Nəsə bagıdır, nəsə sumka kimi bir şeydir. Daha ətraflı sonra yenə də videolar çəkəcəm. Sumka özü də yaxşıdır. Oho, burada nəsə ağır bir şey görürəm. Baxaq. Telefon zaryadka qoymağa, belə deyək də, çox bomba bir şey. Maraqlıdır. Həmçinin sonra nələr var? Baxaq görək nələr çıxır. Hə, uşaqlar, belə bir corablar var. Binance corabları. Binance ruçkamız var burada həmçinin. Və bir dənə də balaca korobkanı deyəsən açmışdıq, bilmədim nə idi. Bir dənə baxaq. Aha, super. Super. Dəmirdəndir, bomba. Yəni dəmir material deyək. Medallar belə deyək. Və burada da belə bir bomba stikerlərimiz var. Hansını ki, xalodilnika ya da arası asmaq olar. Və digər böyük sumkamızın içindən çıxan şeylər bunlardır. Belə bir maraqlı bir bag, sumka, çanta. Həmçinin belə bir maraqlı belə bir çanta. Sonra deyim ki, belə bir sumka kimi bir şey. Çox ideal, maraqlı. Və burada nədir? Bir dənə də belə bir bag. Sumka yəni. Bu da yəqin ki, sumka. Qəşəng sumka, çalan sumka var. İşlərini doldurub aparmaq lazım. O belə maraqlı bir şeylər. İndi isə yavaş-yavaş gedək. Hal-hazırda bizim dənizdə katamaran falan, peşməkan, balıq tutmaq bu məsələlər var. Mütləq şəkildə izləmədə qalın ki, təbii ki, bunların hamısının videolarını siz eksklüziv olaraq Kriptograf TV kanalında görəcəksiniz.